Hörməti Elnur Bağırov cənabları, Antisar və İstehlak Bazarı Nəzarət Dövlət Agentliyinin sədri. Sizə Şirvan şəhərindən qatı edərsi 91-ci ildən ulu öndə ideyaları yaşayan, Yeni Şirvanlı İnfoas saytın başlayacaqı, Gözdən Əllər Cəhəti Şirvan Regional Gözdən Əllər Sədr Mavili, İctimai Fəal və sahibkar sizə müraciət edir. Müraciətim nədən bağlıdır? Şirvan şəhərində 5-6 ildir ət kəsim məntəqəsi yaradılıb. Uzun müddət bu cəmaatın narazılığında bu dayandırdı istifadə eləmək. Amma bu yaxın günlərdə, yaxın vaxtlarda bu yenə fəaliyyətə başlayıb. Fəaliyyətə göstərib bu özbaşınalıq orada eləyir. İstədiyi qiyməti təyin eləyir. Mən bilirəm ki, Antisar və İstehlak Bazarı Nəzarət İdarəsinin o agentliyi buna ciddi nəzarətə götürməlidir. Bu adam bir cöngə 51 manat pul alır. Balaca quzuya 13 manat pul alır. Deyirəm bu cöngə 50 kilo, deyir ya 5 kilo olsun. Nə istəyir bu adam qanunlar, Azərbaycan qanunlarına boyun əyir bu. Bu nətər ola bilər ki, Azərbaycan qanunlarına eləmir. Siz müstəqil idarəsiniz, qabaqları İqtisad İnkişaf Nazirinin nəzdindəydiniz. İndi siz müstəqil bir idarənin agentliyin sədrisiniz. Elnur müəllim, sizdən xahiş edirəm. Şirvan şəhərində yaşayan, Müslim İmanov küçəsində fəaliyyət göstərən bu ət kəsim məntəqəsinin rəhbəri Tərlanov İsmail Xasayoğlu tərəfindən ciddi nəzarətə götürsün, bura araşdırılsın və bu haqda tədbir görsün. Bu özbaşınalıq davam eləyə bilməz. İlham Əliyev cənabları bu ölkənin başçısıdır, prezidentidir. Biz ona arxalanırıq və onun yerindəki nümayində onu dəstəkləyək, sizə siqnal, sos siqnalımızı veririk. Cənab Prezident deyir ki, bizə siqnal verin, biz də siqnalı hörmətli Elnur Bağırov sizə deyirik. Xahiş edirik, bir ağsaqqal kimi 68 qatı edərsin, sizə bu ət kəsim məntəqəsi haqqında ciddi özbaşınalıq var. Bunun haqqında xahiş edirəm, ciddi tədbir görəsiniz. Çox sağ olun, minnətdarım. Ne var? Bana kaldı kanun üstünde. Bize heyvan kəsilmişik, əti vermirlər. Deyirlər ki, saat 2-dən sonra gəl, boyun 2-dən sonra istəyirsə, peçatın vuracaq. Belə şey olar. Cəmaat o axşamı ciyərin istəyir, cəmaat ətindən götürmək istəyir o axşamını. Girinci qalmışıq. Yarısı tükandı, yarısı mənim. Nə qədər pul alır oradan hər heyvan? 51 manat. Öz aparsa maşından əmala, onun sumatda qoyuna. Yəni anıstatları bir ağızçılıq verəcək. Kəsim orada çox geyik. Cəmaat incidir. Kanalizasiya var arada kardeşim. Donası orada iyi gəlir, donası orada zəifdir. Orada iyi gəlir, tutulmuş dələ bir ara bağlandılar orada. Siz hara? Biz şeyden o Ağzəfərov. Maşallah. Laboratoriya yox. Görsən. Qaydalara riayət eləmirlər. Tal yox. Heyvan kəsməyi düzgün kəsmirlər. Bunu əla. Gedirik, bizi incidir, deyir ki, 3-də gəl, 2-də gəl. 51 manat bizdən şey alırlar, rüsum alırlar, amma oraya yazır 6 manat. Cənab prokuror Kamal Talibov. Yəni bizi incidir, qardaş. Deyir ki, zəng edirik, açma telefonu, deyir ki, 3-də gəl, 2-də gəl, axşam 9-da kəs. O da istidir, ət. Sən yerin haradadır? İstaf orada. Svetovun adresidir də, bu qanunun üstündədir. Deyir bu, Tobi İsmail küçəsində. Svetov 4 yol ayrıcında. Sən zərb eləyib də bu? 1500 manat bir, 1500 manat da bir. 3000 manat. Yəni bu boyda cərimə də yoxdur. 1500 manat. Kim elədi cərimə? İsmail. Yox, bizdən şikayət elədi ki, ora gəlmiş heyvan kəsmə 51 manat da biz ödəyə bilmirik. Bizim də işləyimiz o cavan uşaqlar o, bizi deyir ki, doğruq elə, gətirməyə ver. Ağzından nə var orada, burada qorxmağa çəkməli istəyir. Bir kişi gəlmir, 2 dəfə davranmış, 3 dəfə. Əlin nə qədər qaldı? Hədə o gəlir polislə bizi apartırır,
müəyyən orqanlara. Ətim qalmanı dinlər. Narkolojiya yürüyüb gedir. Bütün bu qəssab. Bizi yəni bizi bu qaydada əmrinizi Neçə gün əti bağlı. Yani sakit olun burada dur orada durun orada. Neçə gün bağlı bu. bizi ətimizi Bağlamaq onda bir dəqiqə. lomlatdırdı kaldinik əti Ha. ki analiz edirəm. Analiz bir ay analiz olar. Ət qaldı iyiydi. Atdıq sonra. Atdıq sonra dedi ki dedi mən belə eləyib sizlərə ora gətirəcəm. Dedi qardaş belə qanun yoxdur axı. Danışmıyorum ben de. Deyir içəri girmə qəssabxanaya. Niyə qardaş mətimə baxmayın? Bəlkə Mətimə mətim oğurlayır, bəlkə dəyişilir. Deyir içəri girmə. Görsən Əfqan. Neler var görsən. Bir şeydə 2 də heyvan bağlaya bilməsi bir kəsin. Hə, Bir kəsin bu da heyvan. Orada bağlamalı yeri var. Hörmətli danışdım. Hörmətli baş prokuror, hörmətli Ali Başkomandan, cənab prezident. Bu 2 dənə malı orada bağlamağa bunun yeri yoxdur. Bunu istismar bax aktına, buraxılış aktına kim bol çəkib? Bax dəhşət budur, faciə budur. Ventilyasiyası onun yüksək səviyyədə ventilyasiya olmalıdır orada, yoxdur. Orada iyiden, üfunətdən, bu aran rayonunda 40-50 dərəcə, 40'dan yuxarı şey olur da. Orada axan o çirkab suları demişəm, o filtrasiyası olmalı, harda olur. Bunun heç bir şey yoxdur, bunu buraxılış aktına olur. Bu adama ana xəttindən əlaqəsi olmalıdır ki, kanalizasiya axsın ora. Su ayrı getməli, qan ayrı getməli, yoxdur. görürsünüz. Bu Qan ayrı getməli, orada yoxdur. İydən bağlı. Qalır orada dolur kanalizasiya. Bu Şirvan cəmaatın qəssablarıdır. Desək, bir 10 nəfərəcən burada var. Bax bu kişini, bu həmən dediyi 2 dəfə cərbə elətdirib qanunsuz. Görsən? Sen de. Heç nədən qardaş. Sənin nə sözün var, faktlar Mən deyil. cərb edim mən. Adı familya deyil. Nərmanov Mihraz Əlmərdanov. Sən nətər eləyib? Məni də qida işçiləri gəldi, dedi üşüyün adından, işçinin adından. İşçinin adından mənə şey yazırdı. Kim danışdı? Protokol. Ben cərimələrim ben danışdım. Protokol. Dedi 1500 manat cərimə edirəm. Kim elədi onu? Qida işçiləri. Dedi İsmail'in işçisinin adından şikayət olmuş sənə müşüyün adından. Siz oradan da narazısınız. Bəli, ora arasında edir. Orada şərait yoxdur. Qəti şərait yoxdur. Pul da istəyir 51 manat. 51 manat pul istəyir. Anasantariya, 12 manat. 12 manatında qrup quzuya. İstənləri mən şey kəsdirdim, toy heyvan kəsdirdim. Toyun quzuların ziyan edim. 12 manat dedim mənə ödə. Sonrasına dedim şey qarnı yuduzdur demişəm 12 manat. Qarnı yuduzdur, qarnı vermə. Qarnı götürüb poxlu göndərdi üstümə. Zəng eləmişəm ki, bəs sən məndən 12 manat pul almısan. Bu qarnı mənə niyə belə göndərmisən? Deyir, başvoqadır, nəm qadı var. Dedim, mən başvoq adamıdır. Yəni biabırsı vəziyyətdə, yəni bu xalq burada bunları da çəkəkdir. Tamam diyorsun. Səvərov, gəl sən də. Səvərov, sən də deyin, hə? Burada Aldım. Səfərov İntiqam Şabaloğlu Şirvan şəhərində qəssabımı hamıdan tanıyır. 3-4 gündən qabaq gəldilər mənim mağazimi bromladılar, bağladılar. 1500 manatda cərimə yazdılar. O gün 2 ay bağlı qaldı. Dedim 1500 manatı ödəməsöz mağazin açılmayacaq. Məcbur olduğum 1500 manatı ödədim. Çeksiz. Əlbərlə pula vermişəm. Nə? Əlbərlə pul vermişəm, çekimi də vermişəm. Kimə verirsən? İdam işçilərinə. Kim adı deyir? Ha? Düşdürmüsən? Adı içərdi ya. Hara nəzarətçi? Qidam. Qidaçına əlbər. Regionaldan gəlmişdi. Təxmini kimdir adı? 500 manat bir vermişəm, 500 manat bir vermişəm, 300 manat bir vermişəm, 200 manat da bir vermişəm. Həmin o- Sonra da gəldilər mənim mağazımı açdılar. Vay, 2 ay daha mənim mağazım bağlı qaldı. Prokurorluq deyil, cinayətçi. Kemal Talıbov, hörmətli Kemal Talıbov. Bax, rüşvətxorluq, korrupsiya budur, cibə girmə. Xahiş edirəm, bax, Səfərov, mənim qohumumdur. Bax, Səfərov, gəlsin, subut eləsin ki, cibimdən alıblar, sonra bıraxıblar işə. 2 ayda işçisi bağlı qalıb. Ha, 2 ayda bağlıdır. O tanıyırsan da o adama kimə Ha, verir? tanıyırım. Kasım Xanım qovalı. Adını bilmirsən də. Ya adı yadımdan çıxıb, tanıyırım da. Nətər vidi figurası? O da oran işçisidir. Vidi nətər adamdır da? Arı, Görsən tanıyalım. Gözəl faktır bu. Bu korrupsiya. Allah haqqı, 1500 manat əlbərindən pul vermişəm. And olsa Allah'a, özə çeksiz. Çekimi də vermirlər. Siz oradan narazı İsmail'in. Əlbəttə narazı. Ya orası İsmail'a yararsın. O vaxtdan ora açılandan bəri bizim narazı.
Ümid bildirmişəm. Cənab Prezidentədən Müracaatımız var ki, kömək eləsin ki, belə birdən. oldu. Gəl. Yazı bağlamadı. Sonra heç nə də olur. Əhmədov Xəyal Xəqanov. 2 dəfə 1500 manat, 1500 manat çəkdim. Staforda 2000 manat. Bir yerdə işləyir. Bir yerdə işləyir. 1500 manat, 1500 manat cərim olub 2 dəfə. Bir ayətimiz qalıb Haldingdə, iylənib çöl atmışıq da mən işte. Bulondurla Haldingdə, mağazinində 5 yerdən. Girə bilməmişik düşana, bir ayda bağlı qalıb. Hətta Haldingdə xarab olub atmışıq çölə. Hələ öz ki, danışçısının gözünün qabağında. Yəni, biz məhkəməyə də verib, işçilərindən də məhkəməyə verib. Sonra nə bilim, işçisinin adından bizi məhkəməyə verib. Səfərov Rəşid Heybətoğlu. Şirvan köyün əlbəramlıyıq, indiki Şirvan sakini. Buyurun. Mən anadan olandan gözməsəndən bu işlə məşğuluq. Mən belə şey görməmişəm. Ona görə ki, bir heyvandan 20 manat pul istəyir, bir oyundan, qoyundan 20 manat qalar qalmaz. Onda gəlsə o bağışlasın da anadan doğandan mənə. Mən bir çətən kilo, 7 baş alə mən oyunu durlandırım. 2 nəvə özdə erkək xeylağı, oğlan xeylağı çəkilini də göstərim. Azərbaycan o deyir Azərbaycan. Vətən üstündə canlarından gedər. Bu gəlir mənə deyir, mənə pul ver, mən yerə. Yerəsinsə kəssatda, mənə dəyib dolaşır. Şimdiki o. İsmail, Nə işə baxır o? nə bilim, deyir sahibkərdir. Mən də sahibkərəm də, dedəm də sahibkərdir. Məndən pul istəyir. 20 manat. Mən 40 min verib, 50 min verib. Gəl, qıdya. Qıdya da gəlib düşüb üstümə. Mən orada da dedim, gedmişdim. Dedim ki, yaxşı, o da mən də kiçik sahibkərəm. Böyük sahibkərdir, yesin başını dolandırsın. Mən də kiçik sahibkərəm. Rəhmətli atam da olmuş sahibkərdir. Mən də olmuşam. Sovet hökumətində öyle. Azərbaycan hökuməti qurulanda. Bu hökumətdə qurulanda biz bu işlə məşğul olmuşuq. Dədə, baba bu işlə məşğul olmuşuq. Orada o bəxt dedi, qohum da dedi. Orada demək. Orada bir dənə deyim. Orada bir xüsusi qeyd eləməli. Bir nəfər qəssab var bu boyda şəhərə. 50 nəfərdə 50 nəfər burada ət kəsən var. Bir nəfər, hə? 50 dənə mağaza. Hə, Allah 50 dənə azdır ki. Bir dənə qəssab var, bir dənə də təmizləyən var. Həm də orada şoförə gelir, cürbəzi. Qanun poz, əmək vəzçiliyi bu nəzarət eləməlidir. Anar Xıdırova da buradan müraciət edirəm. Sərlər regional rəisinə. Bu məsələ dikkat. Bir nəfər qəssab, bir nəfər orada təmizləyənlə bu boyda ahəcəyin qabağında durmaq olar. Öz işim mi qurumayım? Bax, cəmaat, bax, canlı, güclü, 15 nəfər adam gəlib gedir, bax, bura. Daha da gəlib. Hə, bax, bu faktları, buna dur deyən lazımdır. Nəzarət gəlsin, yoxlasınlar da bunu. Bax, Səfərov da gəlib, o da danışır. Bunda işin şikəst adamım. Sən nə deyirsən, nə sözüydü? Mən istədiyim odur ki, özü için açıb, özü için işləsin, bir də dəyməsin. Deyir, Əzrail bala paylamağa gəldi. Mən deyirəm ki, bala o istəmirəm, mən balama dəymə. Şirvan şəhəri Abiyev familməsi oluyor. Burada anadan olmuşam, doğulmuşam. 77-ci ildə atamın yanında başlamışam ət kəsməyə. Qəssab olmuşam, 79-cu ildə atam rəhmətə gedib. Əskər gelmişəm, gəlmişəm, qardaş evlənmişəm, oğlum olub. Oğlumu öyrənmişəm, oğlum da 97-ci, 98-ci, 2000-ci ildə Uşağın təhvil vermişəm ona. Burada santariya bizdə yoxdur. O santariya İsmail'dadır, bizi gilinc eləyib. Neçə vaxtdır mənim uşağım əlində pul tapa bilmir ki, heyvan alsın. Ancaq cərimə yazdırır vericiyə bizə. Dünən aparıb heyvan kəsmişəm, 51 manat, mən nəvəmi göndərmişəm. Kəsib 51 manat mənim nəvəmdən Rusum alıb. Bu 51 manat danadan Rusum alında mən nə qazana bilərəm? 17 baş külfətəm. Hamımızda ona baxırıq. Özümün ikisi sahibkəram da tikmişəm o vaxtında, özümündür. Ki, aləndə verməyim harasa işləməyə, özüm qazanım. O da qazana bilirəm, vergiyə verginə, pensiyon reformunda verginə, İsmail'ə 51 manat verginə, bəyənlə də cərimədir. Ne eləməli? Onların şərətində xarş elə başlar, göndərin gəlsinə baxsınlar. İyiden başı, dünənləri mənim nəvəm gəldi ki, baba, mən deyir, əti tərgizirəm, oğlum dedi tərgizirəm, neye bala?
Gidip biz orada kəsə bilmirik. Ölürlükdən, ölgümlərdən, pusunlardan bezmişik. Bu nədir məli? Gəlirlər, zarbadan cərimə yazırlar. Bu cərimə nə oldu? Cərimə yazırlar, ben razıyam, qida razıyam. İldə bir dəfə gəldiğinə 500 man, 1000 man yaz. İldə bir dəfə yaz gibi. Rusum demirsən, gəl pesatı buyuruna, qabaq 5 manat verir, bir də 10 manat verər. Yoxsa ki, 51 manatdan o nətər, saat 2-dən tez ət götürənmərsən gecər. Mən üzü üçün kəsirəm, bir saat 2-də götürmərsən. Mən də ona gelmirəmsə, mənim uşaqlarım gedir, işçilər gedir, hamısının böyüyü mənə. Çünki yaşlılar qalmıyor, hamısı qırılıb gelir, bir də hər zaman qalır, bir yaşar qalır. Qalır, hamısı uşaqdır. Və yetişdirmələrdir bunlar. Xahiş edirəm, bunu ölçü götürün, belə olmaz. Yəni, mən nələr balalarımı götürüb, aparıb prezident aparatın qabağına töşürüm. Arı gedim, mən iş verir, 61 yaşım var, nə iş verirdimsə? Və mən hardan dolanmalıyam? 61 yaşım var, bir çöpüm mən bir yerdən gəlirim yoxdur. Bir dənə o tükənə baxın. Xahiş edirəm, prezidentimizdən, qurban olun, başına dönün, bu işlə ölçü götürsün. Mən elə 2 aydan bir, mən buna cərimə verirsəmsə, mən neynəməliyəm ki, qurban olun. O burada malik oynaqdan. 2 dənə quzu 24 manat. Və quzu özü kəsib soyub da 10 manatdan hesablanacaq. Axırda çıxacaqdı 2 dənə quzu 24 manat. 24 manat. İşte gəlsin deyir, götürülmə 15 manat. 15 manatı çatdırılma, işte səndə yəqin ki. Hə, çatdırma 10 manat idi, indi 15 manat oldu. Deyim özəl bağışlar bir də. Yok danışmıyor. Sen demen buradan dilemiştin. 80 manat oldu. 80 manattan 3 manat dişi dersiydi. Çıktım kaldı 77. 4 manatta 2 də qızın kəsib soyuncan çıxdım. Oldu 73 manat. Bildim, çatdırma 10 idi, indi 15 oldu. Nətər? Çatdırma 10 idi, indi 15 oldu. Yox, ora 10 yoxdur. 15'dir. Bu qədər sərcinət aparılır. Quzu aparılır. Et manat aparılır. Ama nə fərq var? İstəmirsən gəlir. Etirazın var gəlir. Yolla gəlsin, yolla gəlsin.